Salam hər kəsə. Bugünkü vloqumuz yenə yeməklə və pivə ilə bağlıdır. Oturmuş hal-hazırda Birbaşanın filialı olan oturmuşuq Rusnayda və bizim üçün belə bir nümunəlik pivələr gətirilər. Bizim burada pivə qurmemiz Rüfətdir, tanış eləmək yaddan çıxdı və videolardan tanıdığımız Vasifdir, hamının sevgilisi. Kamera arxasında bizim dostumuz Raufdur. Pivə barədə sən daha məlumatçısın, bizə bir məlumat ver izləyicilərimizə. Birbaşa dark pivəsidir. Böyük ehtimal kofeli deyirlər, kofe deyil. Bu maltın, yəni arpa səmərəsinin qara arpa səmərəsidir, qovrulmuş arpa səmərə. Ondan görə də pivənin rəngi qara rəngdir və birbaşa dark. Bu da lightdır, normal lager pilsner pivəsidir. Sadəcə o pivədə pasterizə olmadığına görə biraz bəzi müştərilər deyə bilər ki, qazlanması zəifdir. Amma normal pivədir. Mən bəyənirəm. Hər üçünü də bəyənirəm. Hər üçünün də öz keyfiyyəti var. Biz də dadına baxıb qiymətlərimizi verəcəyik. Mən bəyəndim. Yüngül biraz kofe tamı var. O da ki, dediyim kimi arpanın qovrulmuş tamıdır. İndi hal-hazırda special'ın dadına baxaq. Special da gözəldir. Mən bəyəndim. Light necə? Light'a da baxın. Light elə adı kimi daha yüngül pivədir. Digərləri amma məncə sıxlığı daha çoxdur. Hansı ki, darkın daha çoxdur məncə. Bunun amma aromat falan daha gözəldir. Mən bəyəndim. Special aromatını bəyəndim. Bəli, bəli. Biz də bir yoxlayaq, çəkək. Biz burada belə kimi düşürük. Biz məncə birinci başlayaq specialdan. Sonra bunlardan baxarıq. Bir dənə toqquşduraq. Pivə haqqında çox da bir məlumatım yoxdur, amma mən deyə bilərəm ki, acılıq falan yerindədir. Qazı azdır. Qazı biraz azdır. Qazın az olma səbəbi. Zavodun böyük zavodlarda hansı ki qazlanma prosesi daha çox olur. Onun üçün əlavə avadanlıq olur. Bu xırda zavodlarda qazlanma prosesi zəif olur. Öz qazı olur pivənin. Ha, maraqlıdır. Bu məlumatları mən şəxsən bilmirdim, amma ümumilikdə pivə pis pivə deyil, yaxşı pivədir. Sənin də bir fikirləri var. Mən də bəyəndim. Adı üstündə special, yəni bunları xüsusi pivəsidir. Dadında azıcıq mən aromatlıq hiss elədim. Məndən yaxşı rüfətlər yəqin ki, sitrusdan istifadə edirlər. Hər hansı bir aromat meyvəsindən. Dadı xoşuma gəldi. Qazı nisbətən biraz az idi. Yaxşıdır. Ümumilikdə pis deyil, yaxşıdır. Sonra biz ballarımızı da verəcəyik, amma əsas burada baldan Rüfətin balını nəzərə almanızı xahiş edirəm. Çünki bizə də pivə içən, ən azından Vasif deyənmərəm, mən elə də çox pivə içən deyiləm deyə yanlış məlumatlar verə bilərəm. Mən əsas fikirlərimi zakuskalara saxlayacağam və yeməyə saxlayacağam. Bunun da dadına bax, light. İlə ürəyinə qüvvət gəlsin. Sadə pivə, qazı nisbətən az, yüngül. Mən sizə. Sən 2 qurtum pivədən sonra mən. Qəşəng. Hətta mən deyərdim Mənə ki, sax. bu 3 pivə arasında special olaraq layiq olan budur. Özünə məxsus bir dadı var. Hamı dediyi kimi kofe dadı var, amma Rüfət daha ətraflı izah elədi ki, yəni kofeyə adiyyatı yoxdur. Çox gözəl bir dadı var. Həm də özünə məxsus special. Kofenin iyisi gəlir, çox hiss olunur da, əməlli. Kofenin iyisi dadından da hiss olunur. Yəni fərqli pivə axtarışında olanlar məncə bu pivəni çox bəyənəcək. Normal pivə içənlər də elə birbaşanın öz special pivəsindən içə bilər. Zakuskalarımız da gəldi. Belə bir xəmir zakuskamız var. Gürzədir. Bu da limenlidir. Biz bundan da dadına baxacağıq. O nədir? Toyuqlu samasu. Təşəkkürlər, sağ ol, çox sağ ol. Hə, indi pivələrimizin dadına baxdıq. Gəlin bir yerdə 10 bal üzərindən special, light və dark pivəyə qiymət verək. Birinci başlayaq lightdan başlayaq. 1, 2, 7. Mən 7, Rüfət 7, Vasif 8 verdi. Lighta verdiyimiz qiymət. İndi isə dark pivəsinin qiymətini verək. 1, 2, 3, 8. 9. Mən darkı belə deyərəm ki, məsələn, xüsusi sevənlər var ki, hansı ki, məsələn, Guinness tipli pivələri sevən adamlar, məncə ona 9 xal verərlər. Pivənin özünə məxsus aromatı, qoxusu, hər şey mükəmməldir. Mən də Rüfətlə qatılıram, ona görə balımı dəyişəm, mən 9 edirəm, çünki pivədən çox da məlumatım yoxdur. Mən 9 nəyə görə verdim? İndi Bakıda aşağı-yuxarı neçə növ pub yeri var. İminli həmin bu pivə növünü məncə heç harda tapa bilməzlər və dadını görə bilməzlər. Əla, qaldı bizim sonda special pivəmiz. Special-a da bir dənə qiymət verək. 1, 2, 3, 8. Mən pivədən başım çıxmır. Mənim anlayışım yox. Mənə qulaq asmayın. Ola bilər ki, məsələn, qazlanması falan çox adam deyər, amma zaten indi çox pivə içən adamlar bilir, pivə çox qazlı olmalı deyil. Pivə belə normal qazında olsa daha yaxşı olar. Pivə içməyən məncə qazlı xoşlayır, düzdür? İçməyən məncə fikirdən asılıdır. Mən məsələn gördüyümə görə indi səninlə bir yerdə Oktoberfest olmuşuq. Almaniyada pivələr daha çox belə qazı daha çox olmur. Bizdə düzdür, daha çox sevilir, daha qazlı pivələr. Amma ümumi olaraq məncə pivə belə qazlı olsa daha yaxşı olar. Mən də Rüfətə qatılıram. Bilmədiyim üçün ona görə sakit dayanıram. Pivənin həm rəngi olsun, həm aromatı olsun, həm də yüngülüyü olsun çox əla. Mən də pivə içməyən bir adamam, amma yəni pivə içən hiss edirəm ki, 1 bakal, 2 bakal, 3 bakalı rahatlıqla içmək olar və insanı yormaz, incitməz. İndi keçəcək zakuskalara. Zakuskaların dadına bax qiymətimizi verəcəyik. Plimeni yoxlayacağıq. Aha, bir dənə zakuskamız gəldi. Edamamemiz də gəldi. Göstərim sizə plimenini. Bunlar soslar var, sosuna bax da.
Baxdın dadını müəllim, sən bəyənirsən? Mən bəyəndim. Həm dad baxımından, həm yanında sous da veriblər. Yəni bu çox yerdə verilmir. Üstündən göyərtilər zadla vurulması, hər bir şey əladır. Amma mənim öz fikrimcə pivəyə aid olmayan bir məzədir. Amma ayrılıqda çox gözəldir. Əti, xəmiri, hər bir şey. Mən də bəyəndim, əti falan çox idi içində, doğru idi. Xəmiri yaxşı idi, yumşaq, sosu çox qəşəngdir. Sosunu çox bəyəndim, maraqlı sos var, göstərim belə. Biraz həm pivə ilə içilməyən bir zakuskadır mən elə gəlir, həm də biraz ətinin istotu olsa daha yaxşı olar. Aclıq olsa bir balaca, amma çox yoxdur. Üzərinə. Amma ətində də məncə biraz aclıq vursa daha möhtəşəm olar. Yəqin ki, siz də mənlə razılaşarsınız. Gözəl görünüş olaraq, sunum olaraq çox qəşəng görsənir belə yaxından çək. Mənim elə fikrimcə bu vodka ilə daha gözəl çıxır. Buna görə də yəqin ki, menyuya ona görə daxil edirlər. Belə, gəlin qiymətimizi verək. 1, 2, 3, 8. 8 mən, Rüfət 8, Vasif 7 verdi. Zakuskamız soxdan görə qısa eləyək ki, obüslərə. İndi isə gürzənin dadına baxa görə gürzələri necədir? Vasif sənin üçün o da dedim şimdi biz orada başqa qonaqpərvər kameramamızı da verək. Bunu da bu arada sosla verirlər. Yanında maraqlı sos var. Belə yəqin ki, bunun sosu ketçup sosu, ketçupla mayonezin qarışığına oxşar amma bilmirəm dəqiq. Sosla qəşəng yox. Sən dadına baxdın? Mən bəyəndim. Ümumi olaraq bəyəndim. Biraz quruluq var. Mən də bəyəndim. Elə sos həmin mövzunu belə bir şey tamamlayır. Rüfət qardaşım dediyinə razıyam. Quruluq var idi. Bir də mənim üçün belə xəmir yeməklərində və yaxud da məzələrində istiot, ədviyyat və yaxud da duz daha çox istifadə olunsa daha yaxşı olar. Yəni bunları hiss eləmək olmur. Vasifin dediyi kimi də mən də yenə bu gürzədə istiotu çox hiss eləyə bilmədim ətində. Biraz artıq vursalar yaxşı olar. Yəni pivə məzəsi orada istiot duz bol olmalıdır. Qorxusu yoxdur. Gürzəyə qiymətimiz verək. 1, 2, 3, 8. İstəyir, yaxşı idi. Keçək başqa zakuska. Burada nə var? Burada belə bir edamame var. Mənim heç vaxt anlaya bilmədiyim bir zakuskadır bu. Sən müəllim, bu zakuskada necə bir Heç nə standart məncə hər yerdə eyni verilir. Sadəcə duzdan istifadə olunur və boş qabdan baş keçsin. sevirsən edamameni, bəyənirsən. Sifariş kim verdi edamame? Rauf dedi, amma Kameraman sifariş verdi. bilmirəm mən bunun heç vaxt əlaqəsini başa düşəmirəm. Ümumiyyətlə bu zakuska olaraq necə gəlibdi? Necə olub? Hər yerdə də var, amma nə bilim belə istəyir. Müəllim, sifarişi siz vermisiniz, siz də fikirlərinizi deyərsiniz. Sən sifariş vermisən də biz doğru düzgün sən deyə bilərsən. Tamam baş qatmaq falan bir şey, yəni nəsə bir xüsusi dad vermir, nəyəsə dadını da dəyişmir. Sadəcə məzədir, yəni bu hər şey bitəndən sonra seçim qalmayanda sifariş olunması bir şeydir yəni. Sən birinci bunu sifariş vermisən də, məsələ odur ki, seçim Mən o qədər axırıncı seçim var. vermişəm, siz başda. Bu zakuskaya qiymət vermək istəmirəm ümumiyyətlə, bilmirəm sizin fikrinizi. Həm Çünki də nəyə görə standartdır? Hər yerdə belə verilir. başa düşə bilmirəm də. Sosuna verilsin, hər hansı bir nəsə 10 verim, 5 verim, 3 verim, yəni amma zakuska kimi mən bu zakuska kimi görmürəm açıq. Ona görə verəcəyim bal 6 olar. Bu məkana aid deyil də. Bu istənilən məkanda eyni şəkildə verilir, eyni şəkildə təqdim olunur. İndi qabı ola bilər, fərqli olsun, üzərinə vurulan duz, adi duz ola bilər, nə bilim, Himalay duzu falan ola bilər. Buna sifariş verilə bilər. 3-4 bakal pivə içmisənsə və sonda hər bir adam özünə sonuncu bakal sifariş verirsə, sadə bir şey, yağsız bir şeydir, yeyilməsi rahat bir şeydir, sifariş verilə bilər. Gəlin buna da qiymətimizi verək ki, ədalətli olsun. Yəni 10 bal üzərindən tam səlmi olaraq balımızı verək. 1, 2, 3, 5. Sən niyə gedirsən? Mənim məlumatım yoxdur deyə. Zakuska ilə bağlı heç bir şey verə bilmərəm. Sonda yeyilməyə görə yəni 5 desəm də ədalətsiz çıxır, 10 desəm də ədalətsiz çıxır. Ortasında bir şey deyil, 7 deyil. 7 deyil. Zövqdən asılıdır, həm Bu arada bunun qurusu da var. O buna nisbətən daha yaxşıdır. ona biraz ədviyyat falan qatırlar deyə dadlandırırlar. Hə, keçən indi toyuqlu samosaya görə bu necədir? İstərək belə bir şeydir. Hər bir zakuska yanında sosu var. Bu taba da oxşur, balaca mini bu tabdır. Belə bir şirniyyat da var idi. Mən sizdə yemişdim, yadımdadır. İskulaq deyil. İskulaq, hə, iskulaq. İskulaq deyirlər, hə. İçi şirniyyatlı, qozlu falan və maraqlı bir. Məndə göbələk var içində. Toyuq var. Maraqlı bir şeydir. Bu arada mən pubların menyularına baxanda çoxsunda bu adı görməmişəm. Yəni özüm də sözün açığı ilk dəfə işlədim. Samosa. Mən də birinci dəfə deyirəm, görməmişəm menyuda samosa. Pivəmizdən isə yaddan çıxır. Mən sözün açıq bəyəndim. Xəmiri çox yumşaqdır və nazikdir. Bu idealdır. Və içinin qarışımları bir-birinin tam uyumludur. Çox Artıq qəşəng. ədviyyat qruplar. Hə, bəli, çox gözəldir. Həqiqətən mən bəyəndim və birinci dəfə deyirdim. Buna baxmayaraq çox xoşuma gəldi. Sousdan da çox gözəl oldu. Əsas nə maraqlıdır? Xəmir yeməyi olsa da qram xəmiri hiss etmək olmur da, qram. Çox nazikdir, idealdır. Mən çox xoşuma gəldi. Sənin də fikirlərin var? Mən də çox bəyəndim. Həm göbələk olsun, bəlkə xırda göbələklər də var. Sonra toyuğu olsun və acı sosu tam tamamlayır. İdeal. Gəlin 10 bal üzərindən qiymətimiz verək. 1, 2, 3, 10. Mən 10, Rüfət 10, Vasif 9. Məncə xallar tam reallıq əks etdirir, çox gözəl idi. Güman edirəm ki, bundan da gözəl zakuskalar gələcək. Yəni orada bir rəqəmi özümə saxladım. Sifarişlərimiz gəldi. Krevetka tom yum və krevetka popcorn. Çox gözəl görüntüsü var. İkinci məncə bundan başlayaq. Elə adamı bir dənə. Vurğuladığım kimi mənim fikrimcə heç bir obyektdə verirlər. Mən menyuda görməmişəm. Götürək, dadına baxaq. Bundan başlayaq məncə. Tom yumdan. Ən balası mənim. Bu altında xiyardır, üstündə də
krevetkadır və su soslu, üzərinə də soğan. Və yanında lime da vermişdilər. Biz bunu birinci necə yeyək? Birinci xiyarın yeyək, yoxsa krevetkasını? Mən də xiyar axırda yedim. Mən birinci xiyarı yedim. Əsas zaten krevetkadır, krevetkanın dadına baxın. Məncə möhtəşəm. Mən çox bəyəndim. Sousla krevetka məncə uyumu çox gözəldir. Mən də bəyəndim. Ümumiyyətlə dəniz məhsullarını əsasda krevetkanı bəyənirəm. Amma daha fərqli, daha maraqlı bir şey gözləyirdim sözün açığı. Mən də bəyəndim. Sosu çox maraqlıdır, çox qəşəng dad bax veribdi krevetkaya. Və azlığı zadı qaydasındadır. Və maraqlıdır ki, sosu bizdən soruşsaz, mən izah edə bilmərəm tərkibi nədir. Amma çox nə qatılır, gözəldir sos. Amma çox gözəldir. bəli. Sos əla. Sos möhtəşəm idi, əla süper idi. İndi burada mən krevetka popcorn yoxdur ya. Bunda sosu mən səfəm ona oxşar. Belə bir sos. Bir də bunda hissi olaraq mən səhv eləmirəmsə acılıq var. Ondan fərqli olaraq. Lime var, lime sos üstünə görə. Lime-la necə olur? Bir ordbatlı olaraq, bəli, qonaqpərvər olaraq. Mənim fikrimcə digərinə nisbətən popcorn, krevetka daha dadlıdır. Üçü də yaxşıdır, amma sosları çox gözəldir. Mən sosu çox Mən sevirəm. eyni sosdur. Mən bildiyim qədərilə. Çoxdan var eyni Eyni sos. sos. Amma birinci rəngi daha belə qırmızı idi, bu biraz daha fərqlidir. Görünüş baxımından əlbəttə birinci daha xoş Gözəl gəlir görsənir. adama, bəli, gözəl görsənirdi. Amma ikinci popcornu daha çox bəyəndim mən. Sosu möhtəşəm, birini də yeyim bəs. Əla, mən çox bəyəndim. Biz qəşəng yedik, içdik, pivəmizi içdik, zakuskalarımızı yedik. Sonda da bizə bir dənə belə bir kitabın arasında nə göndərdilər? Çek. Burada hesab belə verirlər. Bu 5 manata fikir vermir. Hesabımız elədi 209 manat, 10% komissiya haqqı. Ən bahalı zakuska krevetka oldu 20 manat. Hardasa belə bir qabın içində vermişdilər. 7-8 dənə idi. Ümumi qiymətlər normaldır Ağşəhərə görə düşünürəm. Məkan olaraq da yaxşı məkandır, otaq olaraq da yaxşı otaqdır. Bəyəndim pivə. Bir aurası var. Gələ bilərsiniz. Biz bəyəndik. Siz də gəlin. Əminəm ki, siz də bəyənəcəksiniz. Toplamda biz 4 nəfərə 209 manat şot ödədik və videomuzu da burada yekunlaşdırırıq. Özünüzə yaxşı baxın və nə deyirik? Nə deyirik? Yadımdan çıxdı. Videoya abunə olmağı, Abunə olmağı, rəy yazmağı unutma. Mən birinci dəfə çəkirəm, ona görə belə təcrübəm yoxdur. öyrənəsən sən də. Sən də öyrənəsən. O zaman heç nə, hələlik özünüzə yaxşı baxın. Sənin də son sözlərin varsa. Gələn videolarda izləyin, like qoyun, ən əsası abunə olun. Qəşəng şəkildə. Özünüzə yaxşı baxın. Sağ olun.